Süni intellekt yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqi. Əslində, bu məsələ ilə bağlı fərqli fikirlər var. Bəzi ekspertlər düşünür ki, süni intellekt bir sıra məsələlərdə işi xeyli asanlaşdıra bilər, amma negativ düşünənlər də var. Bəs ümumilikdə süni intellekt strategiyası sosial cəmiyyətə nə verəcək? Mövzunu İqtisadiyyat Nazirliyinin tabeliyində 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin icraçı direktoru Fariz Cəfərovla davam etdirəcək. Fariz bəyəm, xoş gəldiniz. Xoş gördük. Fariz bəyəm, 2025-2028-ci illər üçün süni intellekt strategiyası tətbiq edilib. Strategiya nəyi nəzərdə tutur və ümumiyyətlə bizi hansı yeniliklər gözləyir? Qeyd etdiyiniz strategiya Cənab Prezident tərəfindən 19 mart 2025-ci il tarixində sərəncamla təsdiqlənib və təbii ki, süni intellekt hal-hazırda qlobal aləmdə böyük bir trenddir. Bütün dünya ölkələri bu sahədə strategiyalar qəbul edir, yol xəritələri müəyyənləşdirir və Azərbaycan da sosial-iqtisadi strategiyasının tərkib hissəsi olaraq rəqəmsal iqtisadiyyatda keçidi sürətləndirmək üçün, bu sahədə sistemli yanaşmanı tətbiq etmək üçün sırf rəqəmsal iqtisadiyyat strategiyası hazırlayır və bunun da tərkib hissəsi olaraq süni intellekt strategiyası da artıq sistemli bu proseslərə baxışı təmin edəcək. Sənəd 4 prioritet istiqamət üzrə 15 tədbiri nəzərdə tutur. Ümumiyyətlə, süni intellekt özü böyük bir komponentlərdən ibarətdir. Burada həm dataların toplandığı data center, onların saxlanış mərkəzi, infrastruktur quruculuğu, eyni zamanda internet texnologiyaların tətbiqi, o məlumatları emal edən superkompüterlər, yüksək performanslı maşınlar, eyni zamanda bu işləri görə biləcək yüksək ixtisaslı kadrlar, yəni istedadların və insanların yetişməsi ilə bağlı təlimlərin, proqramların, təhsil proqramlarının təmin edilməsi. Bununla yanaşı, süni intellektdə məlumatların kirliliyinin aradan qaldırılması, məlumatların özünün rəqəmsallaşdırılması, bir-birinə inteqrasiya olunması və bu məlumatlar əsasında pilot süni intellekt layihələrinin hazırlanması və sonuncu olaraq isə əlverişli biznes mühitinin yaradılması. Təbii ki, bu sahədə məşğul olmaq istəyən şirkətlər üçün həm müəyyən qrantlara girişin təmin olunması, vergi güzəştlərinin təqdim edilməsi, mühitin yaradılması, xarici investisiyaların ölkəmizə bu istiqamətdə cəlb edilməsi, beynəlxalq bu istiqamətdə olan texnoloji şirkətlərlə əməkdaşlığın qurulması və sair kimi mövzular həmin bu strategiyada öz əksini tapmışdır. Belə ki, İqtisadiyyat Nazirliyinin bu istiqamətdə hansı rolu oynayacağı maraqlıdır bu strategiyanın həyata keçirilməsində. Siz az öncə məlumat verdiniz. Sanki bu istiqamətin davamı olaraq Nazirlik tabeliyində fəaliyyət göstərən deməli 4 sim hansı istiqamətlərdə işlər görəcək? Bu barədə daha ətraflı məlumat maraqlı olar. Ümumiyyətlə, təşkilatımızın adı 4-cü sənaye inqilabının təhlil və koordinasiya mərkəzidir. Süni intellekt 4-cü sənaye inqilabının bir komponentlərindən biridir və bu artıq bioloji, fiziki və rəqəmsal aləmin bir vəhdət olaraq işlədiyi və fəaliyyət göstərdiyi bir mühitdir. Və bu mərkəzdə Cənab Prezident tərəfindən 2020-ci ildə yaradılmış bir mərkəzdir və məqsəd 4-cü sənaye inqilabına gedən bu dəyişikliklərə tez uzlaşmanı təmin etmək, bu sahədə araşdırmalar etmək və mərkəzimiz Dünya İqtisadi Forumunun 22 qlobal 4-cü sənaye inqilabı mərkəzindən birinə də Azərbaycanda ev sahibliyi edir və biz dolayısıyla dünyanın 22 fərqli mərkəzi ilə eyni zamanda Davos forumu olaraq tanıdığımız Dünya İqtisadi Forumunun o şəbəkəsində olan beynəlxalq şirkətlərlə, təşkilatlarla əməkdaşlığı qurur, beynəlxalq təcrübəni Azərbaycana gətirir və mərkəzimiz fəaliyyətini 5 ana istiqamətdə görür. Beynəlxalq təcrübənin ölkəyə gətirilməsi, 4-cü sənaye inqilabı istiqamətində insan kapitalının inkişafı, bu sahədə maarifləndirmə, eyni zamanda müəyyən bilik və bacarıqların insanlara ötürülməsi, sahəvi strategiyaların, sənədlərin, bələdçi sənədlərin hazırlanması və 5-ci isə qeyd edilən texnologiyaların reallıqda, şirkətlərdə və eyni zamanda dövlət sektorunun tətbiqindən nail olmaq. Bu baxımdan İqtisadiyyat Nazirliyi sırf bu strategiya üzrə həm sahibkarlara güzəştli kreditlərin verilməsi, onlara müəyyən vergi güzəştlərinin təmin edilməsi, eyni zamanda sahibkarların sənaye parklarında, texnoparklarda yerləşməsi və süni intellektlə bağlı məhsul istehsal edən şirkətlərin bura cəlb olunmasını təmin etmək və eyni zamanda qlobal səviyyədə olan şirkətlərin ölkəmizə cəlbi və beynəlxalq investisiyaların cəlbi ilə bağlı işlər görür.
və görəcəkdir. Və bununla yanaşı biz bu prosesə daha da qlobal yanaşıb, daha sistemli, holistik rəqəmsal iqtisadiyyat üzrə bir strategiya sənədi hazırlanır və bu strategiya sənədi çərçivəsində də Sənaye 4.0 mərkəzi yaradılacaqdır və bu mərkəzdə 650-dən çox şirkətə problemləri nədir, biznes prosesləri necə təhlil etsin, ümumiyyətlə maliyyə ilə bağlı hansı sıxıntıları var, texnologiyalarla bağlı hansı çətinliklər var, bunları müəyyənləşdirmək üçün bir diaqnostika aparılsın və bu diaqnostikanın nəticəsində onlara yol xəritəsi hazırlanacaq rəqəmsal prosesləri tətbiq etmək üçün. Eyni zamanda süni intellekt alətləri tətbiq etmək baxımından və bu sənəddə 50-dən çox fərqli təşəbbüslər nəzərdə tutulub, həm təhsil və biliyin verilməsi, həm maarifləndirmənin aparılması, həm maliyyə resurslarına çıxışın təmin edilməsi, eyni zamanda şirkətlərin real olaraq öz işlərində bu texnologiyaları tətbiq edib nəticə əldə etmələrinə nail olması baxımından. Fariz bəy, ümumiyyətlə bilmək istərdik ki, özəl sektor sahibkarlara süni intellekt texnologiyalarının tətbiqi ümumiyyətlə bu nə verəcək və burada dövlət dəstəyi nəzərdə tutulurmu? Beynəlxalq statistikaya baxanda süni intellektin 2030-cu ilə qədər 15,7 trilyon ABŞ dolları dəyər yaradacağı hesablanır və bu kifayət qədər böyük bir rəqəmdir. Ümumi daxili məhsul, qlobal ümumi daxili məhsulun təqribən 14%-nə bərabərdir. Bunu necə hesablayırlar əslində? Yəni, süni intellekti tətbiq etməklə həm məhsuldarlığa imkan yaranır, həm səmərəliliyə imkan yaranır, həm qənaətə imkan yaranır, həm yeni iş yerləri yaranır. Və bu baxımdan artıq bu qlobal bu tendensiyalar baxımından biz düşünürük ki, Azərbaycanda da, özəl sektorda bu texnologiyalar tətbiq olunarsa kifayət qədər böyük nəticələr əldə etmək olar. Bu baxımdan qeyd etdiyim kimi vergi güzəştlərinin verilməsi, onlara dəstəyin verilməsi, qlobal texnologiyalara çıxış imkanının tanıdılması, müxtəlif senarilərin onlara təqdim olunması, qlobal şirkətlərin Azərbaycan dəvət olunması, onlara bənzər şirkətlərin bu istiqamətdə nə işlər görürlər, onunla bağlı qlobal texnoloji şirkətlərlə əlaqələndirilmənin qurulması, koordinasiyanın aparılması və sair istiqamətində müəyyən dəstək proqramlarımız var. Eyni zamanda elmi proqramlar da var ki, müəyyən tədris proqramları və s. dövlət tərəfindən belə dəstəklər də göstərilir. Fariz müəllim, biz ümumilikdə əgər süni intellektdən danışırıqsa, bir çox qorxular var ki, məhz süni intellekt bir sıra sahələrdə insanları əvəz edə bilər. Bəs başqa bir maraqlı sual da yaranır. Məhz bu tətbiq strategiya nəticəsində süni intellekt sahəsində peşəkar kadrların yetişməsi istiqamətində hansı işlər görüləcək? Ümumiyyətlə, bu sual həmişə dilemmadır ki, süni intellekt insanların işini əvəz edəcək yoxsa yox. Dünya İqtisadi Forumunun 2025-ci il Gələcəyin Peşələri adlı hesabatı var. Həmin hesabatda əslində 4-cü sənaye inqilabı texnologiyaları, o cümlədən süni intellektin 178 milyon yeni iş yeri yaradacağı, təqribən 92 milyon iş yerini bağlayacağı haqqında bir statistika var. Burada müsbət saldo var. Maraqlıdır. Yəni, daha çox iş yeri yaranır. Amma tələb olunur ki, insanlar öz bilik və bacarıqlarını inkişaf etdirsinlər, yeni vərdişlər əldə etsinlər və hətta bu texnologiyalardan düzgün istifadə etməni öyrənsinlər. Bu baxımdan strategiyada xüsusi bir blok, sırf prioritet istiqamət, istedadların, bacarıqların yetişdirilməsi, insan kapitalının inkişaf etdirilməsidir. Bu istiqamətdə akademiyaların yaradılması, süni intellekt istiqamətində elmi təhsil qurumlarında müxtəlif proqramların təsis olunması, tədqiqatçıların bu sahədə maraq göstərməsi üçün müxtəlif fondların yaradılması, bu fondlardan istifadə etmələri, beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlıq etmələri, eyni zamanda dövlət qurumunun əməkdaşları üçün, dövlət qulluqçunun rəhbərləri üçün də xüsusi süni intellekt təlimlərinin, proqramlarının tədris edilməsi deməli, bu strategiyada öz əksini tapır. Təbii ki, bu komponentlərin hamısını götürəndə birinci komponent sırf normativ bazanın formalaşmasıdır. İkinci komponent dataların hazırlanması və data infrastrukturunun, texnik infrastrukturun qurulmasıdır. Üçüncü komponent insan kapitalının inkişaf etdirilməsidir. Dördüncü komponent maliyyənin ayrılması, dövlət dəstəyinin göstərilməsi. Təbii ki, beşinci komponent olaraq da göstərmək olar ki, burada risklər var, kiber təhlükəsizlik mövzular var və s. bunların tənzimlənməsi. Dolayısıyla bütün bu komponentlər paralel şəkildə inkişaf etdirilməlidir ki, biz süni intellekt sahəsində
qeyd edilən tədbirləri həyata keçirə bilək və nəticə əldə etmiş ola bilək. Fariz müəllim, 4SIM ötən il insan resurslarının inkişafı istiqamətində 4C Akademiyasını reallaşdırdı və qeyd edək ki, bu yaxınlarda artıq layihə çərçivəsində milli proqramın icrasına da başlanıldı. Bu barədə istəyərdik ki, məlumat verəsiniz. Biz ötən dövrlərdən bunu müşahidə edirdik ki, süni intellekt həddən artıq sürətlə inkişaf edir. Hətta 2022-ci ildən OpenAI şirkətinin yaranması, ChatGPT-nin artıq ortaya çıxması insanlarda yeni vərdişlər yaradır və bununla bağlı artıq insanlar maarifləndirmə, öyrənməlidirlər. Ötən il təqribən 10 min insanı əhatə edən bir proqram həyata keçirdik. Bu proqram dünyanın ən böyük istifadəçisi olan, onlayn təhsil proqramı olan Coursera ilə birgə əməkdaşlıq çərçivəsində baş verdi və biz 10 min vətəndaşımıza ödənişsiz olaraq bir il ərzində 800-ə yaxın kursa giriş imkanı tanıdıq. Burada da ən çox kurslar sırf data elmi ilə bağlı, süni intellekt ilə bağlı, proqramlaşdırma, sosiologiya, eyni zamanda digər sahələri əhatə edirdi və maraqlı fakt odur ki, Azərbaycan vətəndaşlarının göstərdiyi nəticə dünya ortalamasının ən yüksək nəticə hesab olundu ki, ən çox süni intellektlə bağlı bilik alan bu proqramda Azərbaycan oldu və bizə birinci yer mükafat təqdim olundu Coursera şirkəti tərəfindən. Və bu illəri biz belə qənaətə gəldik ki, daha çox insan artıq müraciət etdi. Bu illəri təqribən 70 minin üzərində insana pulsuz olaraq, ödənişsiz olaraq bu proqrama giriş imkanı verdi. Amma bu dəfə 8 min kursdur. Və bu kursların təqribən 1500-dən çoxu sırf süni intellekt və data elmi ilə bağlıdır. Və artıq ötən bir həftə ərzində 3-4 gündür proqram başlayıb, artıq 1500-dən çox sertifikat alınıbdır. Yəni, insanlar aktiv şəkildə bu proqramdan istifadə edirlər. Bu proqramın özündə belə hətta süni intellekt alətlər var. Coursera'nın Coach adlı proqramında siz kim olmaq istədiyinizi deyirsiniz, bilik və bacarığınızı deyirsiniz. O sizə uyğun olaraq oradakı hansı kurslar uyğundur, onu çıxardıb deyirlər. Və yaxud da çətinlik çəkdiyiniz dövrdə sizə uyğun olan proqramları təqdim edirlər. Və bu 6 həftə ərzində hər 6 həftədə bir 7 mindən çox vətəndaşımız ödənişsiz olaraq bu proqramdan istifadə edəcək və biz çalışmışıq ki, həm Qarabağa qayıdan vətəndaşlarımızı əhatə edək, həm sahibkarlarımızı əhatə edək, həm dövlət qulluqçularını, startapları, innovasiya ekosistemində, süni intellekt ekosistemində olan digər tərəfdaşlar, hər kəs bundan faydalansın, yararlansın və bayaq dediyimiz o təhlükələr, insanların iş yerini itirməsi və sair tipli risklər olmasın. Artıq insanlar bilik və bacarıqlarını mütəmadi şəkildə inkişaf etdirsinlər. Çox sağ olun, təşəkkür edirik sizə. Azərbaycanın xüsusilə birinci yerə çıxması Coursera proqramında olacaq. Sevindirici haldır. Qürur verici haldır.